Salam əziz və böyük Türk millətim. Salam olsun MGTV izləyicilərimiz. Salam olsun Mustafa bəy sizə. Demək, bu günləri Qəzzədə İsrail-Həmas savaşının son verilməsi və Misirdə sülh 2025 dünya liderlərinin, 20 yaxın liderlərin yığışması və Trump'ın da orada gəlib imza atması. Bir də bu işləri məndən eşidin. Demək, Qəzzədə olan olaylar, mən Türkiyə mediasında aydın 24'də 2022-ci ildə BP nereye getdi, nədən getdi başlıqlı bir yazım var idi və sonradan 2 Avqust 2024-cü ildə Xəbərbars saytında həmin yazım dərk olundu, çap oldu, yayımlandı. Orada qeyd etmişdim. İlk öncə bu şeyləri bilmək lazım, nələr baş verir. BP, Britan Petrol, yəni İngiltərə, kraliyyət ailəsinə bağlı olan Osmanlı zamanından 111-113 il olaraq Osmanlı'da, yəni büyükü Türkiyəmizdə arasında oturaraq kendi petrolumuzu çıxardıb, Musul və Kərkük bölgəsində çıxardıb, özümüzə satırdı və dışarıya satırdı. Və birdən-birə 2022-ci ildə 770 yanacaq dondurması ola-ola və depoları ola-ola petrol depoları. Birdən-birə bunu sataraq Türkiyəmizdən çıxdı. BP hara getdi? BP bunu bütün şirkəti, Türkiyədə olan şirkəti Vitoil deyilən petrol şirkəti, petrol ofisinə satdı və dəyər dəyməzinə. Bu Vitoil şirkəti dünyada 3 və 4 dənə ən böyük petrol və qaz satışının şirkətidir. Vitoil şirkəti İsrail qazını dışarıya ixrac edənlərdəndir və BP-ni bugünkü Qəzzədə sularında, 12 mil sularında 400 milyard dolar qaz yataqlarının bulunması və Qəzzə torpaqlarında, Filistin torpaqlarında petrolların böyük miqdarda, milyardlarla kubmetr petrolların, barellərin, petrol barellərinin bulunması, yəni 400 milyardı da keçir. Bu qaz təkcə 400 milyarddır. Bunu İsrailin çıxarları üçün İngiltərənin o zamanki başbakanı var idi, Rishi Sunak, Hindistanlı. Və onun karısının babası demək olar ki, İngiltərənin ən varlı adamıdır. İngiltərənin bir sözdən Bill Gates demək olar. Bu 700 milyon dolar yaptırım edərək Qəzzəyə. Netanyahu da istədilər Qəzzəni təmizlə Filistinlilərdən və o qaz və petrol yataqlarını çıxardaraq İsraillə bir yerdə BP şirkəti ilk dəfə olaraq İsrailin petrol və qaz ixracatını dışarıya satacaqdı. Və buna da imza atıldı. Və həmin gündən də Qəzzəlilərin qara günləri başladı. Orada bu günləri 65 bin, 70 bin sivil insanın ölünməsi bu heç kəsin də umurunda değildi. Yalandan hamı qışqırıb bağırırdı, boş-boş danışırdılar. İnsan haqları, nə bilim, ümmət, belə. Bu günləri Trump'ın İsrailə gələrək Knessetdə, yəni ki, İsrail parlamentosunda çıxış etməyi və onun alqışlanması, təriflənməsi və onun dediyi sözlər və oradan da Misirə gedərək Misirdə sülh barışına, 2025-ci il sülh barışına 20 yaxın liderlərin bir yerdə imza atması, görüşməsi və Trump'ın özünü övməsi, tərif verilməsi və Trump'a hər kəsin tərif verməsi, bu oyunlar, baxın, insanları qətl etməklə, tərif verməklə, insanları qətl edib və həmin qətl edən insanlara da tərif deyirlər. Bu oyunlar, o yataqlar, o benzin, petrol, yəni qaz yataqları üçün insanları məhv etmək. Və
gələcəkdə də bu qara yollar üçün, dəniz yolları üçün bu savaşlar başlayır. Və ona görə mən öncəki verilişimdə demişdim, qarşıda böyük savaşlar var. Burada nə demək istəyirdim? Rəcəb Tayyip Erdoğan'ın son Amerika səfərində, yəni Ağ Evdə, Oval Sarayda, Oval Otaqda Donald Trump'la görüşəndə və orada imza atmaqları, burada bu savaşları başladanda İsrail'in, bunlar böyük plan fikirləşmişlər və bunu sonlandırmaq üçün də düşünürlər və ona görə də qabaqcadan, öncədən ssenari yazırlar. Məsələn, Türkiyəmizin Hamasla olan yaxınlığı, Hamas liderlərlə olan yaxınlığı, onların hər dəfə Türkiyədə olması, yaşaması və Türkiyə Böyük Millət Məclisində də Hamasın şəhid edilmiş liderləri gəlib çıxış etməkləri və Türkiyənin dəstəyi, həm də ki Rəcəb Tayyip Erdoğan'ın müsəlman qardaşları üyəsi olması, bu hamısı proqram şəklində idi. Yəni bu gün üçün Amerikada deyildi ki, Həməsi masaya gətirmək lazımdır və İsrailin təqdim etdiyi 20 maddədən ibarət anlaşma, barış anlaşmasını onlara dedizdirmək lazımdır, razılaşdırmaq lazımdır. Bunu da Sayın Cumhurbaşkanı Erdoğan öhdəsinə götürdü və bu işi gördü. Həməsi razılaşdırdı. Amma o 20 maddəlik anlaşma sənədində Hamas'a ait bir şey yoxdur. Hamısı İsrailin çıxarlarınadır. Və o Qəzzədə indən sonra o yerdə qalanlarını da, o Filistinliləri getto şəklində, yəni bir demək olar ki, açıq cəzaevi kimi şəklində onlar orada saxlayacaqlar, biraz tikintilər eləyəcəklər, yaşayış verəcəklər, orada saxlayacaqlar. Bütün bölgələr hamısı İsrailin kontrolunda olacaq və petrol axtarışları artıq çoxdan başlayıb və bilirlər. Petrolu çıxardacaqlar, 12 mil dəniz sahəsində olan qaz, 400 milyardlıq qaz da ixrac edəcəklər. Və burada Donald Trump'ın İngiltərə səfəri və Kral 3. Charles'la görüşməyi və orada onu qarşılamaqları Anglo-Saksonların birbaşa təsirilə İngiliz əski başbakanı da Filistində yaradılacaq koalisyon dövlət Trump'ın kontrolunda olan. Bunun da başında Tony Blair qoyacaqlar. Yəni bu da İngiltərənin, Anglo-Saksonların bir payıdır. Yəni bir sözlə Qəzzə və bu yaxınlarda təmiz Filistin, İsrail, yəni evangelistlər, siyonistlər və Anglo-Saksonlar arasında bölüşdürüldü. Təbii sərvətləri, yəni qaz və petrol sərvətləri. Burada da Trump'ın dediği kimi Qəzzənin infrastrukturunu inkişaf etmək üçün, yəni inşaat işləri aparmaq üçün Türkiyəmizi də, Katarı da və ola bilsin ki, Azərbaycanı da bu işə qatırlar. Yəni parasını siz ödeyin, tikinti işlərinizi də. Həm də oraya yığışanlara ödətdirəcəklər, o Suudi krallarına, Katara. Onun kimi də Türkiyədə təklif edildilər və Donald Trump'ın Rəcəb Tayyip Erdoğan'a övməsi, tərif verməsi, Türk Silahlı Qüvvətlərini, doğrudan da tərifə layiqdir Türk Silahlı Qüvvətləri gücünü. Burada böyük bir tuzaq var və İrana qarşı da oyunlar başlayır. Donald Trump bunu mesaj etdi və qarşıda da o Livan deyilən, o Beyrut deyilən yerin, onlar da hamısını Hizbullahın bahane edib, necə Hamasla elətdilər. Hizbullahı da bahane edib, oranı da dağıtacaqlar. Oranı yer üzündən siləcəklər. Oradakı olan təbii sərvətləri də götürəcəklər. Və Türkiyəmizin üzərinə oynanan oyunlardan biri də Türkiyəmizi Anadolu Federativ Dövlətlərinə bölmək istəyib, təbii nadir metallarını, bor, lityum və digər metalları, nadir metalları, gələcəyin texnologiyasına lazım olan bütün o metalları özləri sömürmək üçün şirkətlərinlə bölgələrə böldükdə hər valinin əlindən parasını verib şirkətlərə tutuşdurub bölmək üçün bu işləri edirlər. Artıq Kərkük, Musul petrolu Bərzani, İraq Bərzani Kürdistanının Kürdüş Petrol adından Ceyhan borusundan axıdıldı və oradan gələn də parayla
bugünkü adından SDK, biraz bundan önce YPG, ondan önce PKK adı ne değilsiz her defa adlar değişir. Yani onların maaşları verilecekti ve 100 bin orada yarattıkları ordunun. Yani bu işler budur. Yani insanları mahvetmek, yani kırmak, ay ümmetti, dindi. Bunlar hepsi boş şeylerdir. Tabii servetlerine göre insanların başına bu işler gelir. Karayolları, yol hansı taraftan, hansı ülkeden düşürse de ora ve deniz yolları kontrol etmek içindir. Hem de bu savaşı dərhal durdurmalıydılar. Çünkü karşıdaki savaşa hazırlaşırlar. Karşıda Çin'le Pasifik'te çıxan savaşa hazırlaşırlar. Bu 2023'te başlamalıydı. Lakin bu Anglo-Saksonların əlindən Hamas-İsrail savaşını başladaraq Amerikanı durdurdular. İran savaşta qarşıda var. İndi İranın indən sonra necə reaksiya göstərəcək, Amerika ilə danışığa gedəcəklərmi, sanksiyalar götürülsün və yaxud da ki, MAGATE ilə imza atılıbmı, gəlsinlər, yoxlasınlarmı, nükleer uran üretiminin artırmamağınıza təsdiq edə biləcəklər ya bilməyəcəklər, onu zaman göstərəcəkdir. Amma qarşıdakı Çin, Amerikan, Tayvan, yani böyük bir savaş Pasifik'te çıxır və ona hazırlıq gedir. Ona göre de bu savaşı durdurdular. Allah'a emanet olun. Allah Türk'ü korusun. Ne mutlu Türk'üm diyene.